Salam dostlar, daha bir stanok düzəltmişəm. List əmirləri əymək üçündür, böyük razmerdə. Ən nazik listdən 3D listə qədər əyir. Baxa bilərsiniz, qoymuşam burada list, indi bilmirəm. Görsədəcək yoxsa yox. Düzdür, 3D böyük razmerdə əyməyə güc çox lazımdır. Amma ikilik listi istənilən formada əymək mümkündür. Razmerlərin də elə qoymuşam ki, 90 santıda da sıxıntı eləyə bilirsən. İndi buradan altdakı dəmirdə deşiklər açmışam. Bu da 1.20 içindir. Qıraqlarından da sıxılır ki, bu ortadan da sıxmaq mümkün olsun. 3D listi də əyir. Düzdür, amma çox böyük razmerlərdə əyə bilmir. Baxın. Bir dəfəyə rahatçılıqla. Bunu eni 16 santıdır. İndi inşallah çalışacağım ki, bunun böyük razmer 3D listi əymək üçün də bir dənəsini düzəltim. Bu da əyəri bəlkə də, amma ki, buna güc çox lazımdır. Həm yaxşı bir dənə stul lazımdır buna. Amma belə ikilik listi ürəyin istəyən formada rahatçılığına əyir. Birlik, ikilik, onlardan naziklərini mükəmməl şəkildə əyir. Baxa bilərsiniz. Bir dəfəyə necə əyir. İkilik listi amma biraz razmeri böyük formada əymək olar. 1 metr 70 santı dəmir yerləşir içinə. Qalın materiallardan da şivellerdir, qonnikdir, list dəmirlərdir. Hamısı qalın materiallardandır. Ölçülər də ki, hamısı yerləri deşiləcək. İstənilən razmerdə sıxmaq, yəni ki, rahat olsun. Buradan da deşiləcək. Bu qonnik dartılmasın, yuxarı əyilməsin. Buradan da deşiləcək. 1.20 listə görə hər iki tərəfdə. İstəyən olarsa profildə nömrəmiz var, müraciət edə bilər.